Qədim dağ kəndləri olan Sabunçu, Cimcimaq və daha 6 kəndin sakinləri evlərinə getmək üçün nə az, nə çox düz 15 kilometr yolu çay yatağı ilə qət etməlidirlər. Kənd sakinlərini daşıyan Ural markalı avtobusa əyləşərək biz də bu ekstremal yolu öz gözlərimizlə görmək istədik. Təxminən 3 saatdan çox uzun və yorucu yolculuqdan sonra kəndə gəlib çatdıq. Hər tərəfdən dağlarla əhatə olunmuş kənd öz təbiəti ilə bizi valeh etsə də, kəndin yol problemi və mobil şəbəkənin olmaması bu gözəlliyə kölgə salan amillərdəndir. Kəndə gələn yolu sel yuyub. Bu azmış kimi kəndin daxilində də sel təhlükəsi yaşanmaqdadır. Belə ki, palçıq kimi gələn sel daş və çınqıldan ibarət xırda təpələr yaradaraq kənd daxili yolu da tamamilə yuyub. Kəndə gedən yolun bu cür keçilməz və uzaq olması yanğın söndürən və təcili yardım maşınlarının kəndə çata bilməməsinə səbəb olur. Təxminən 250-300 əhalisi olan bu kənddə mobil şəbəkənin, internetin də olmaması gənc nəsli daha çox narahat edir. Kəndin ağsaqqal və ağbirçəkləri çətinliklərə sinə gərsələr də cavan nəsil rayon mərkəzinə yaxın və ya yolu olan hər hansı bir əraziyə kəndin köçürülməsini istəyirlər. Valideynlər isə 30 şagirdin təhsil aldığı məktəbdə quraşdırılan kompüterlərin internetlə işləməsini istəyirlər ki, şagirdlər az da olsa informasiya texnologiyalarına yiyələnə bilsin. Problemlərlə bağlı rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən kəndlərdə yaşayanların yol problemini həll etmək üçün aidiyyatı qurumlar vaxtaşırı əraziyə ezam olunur. O ki, qaldı mobil şəbəkə ilə bağlı məsələyə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktubla müraciət olunub. Yaxın vaxtlarda əraziyə mobil şəbəkə stansiyasının quraşdırılması nəzərdə tutulub. Qeyd edək ki, Alazan əyri çay çökəkliyində yerləşən Cimcimaq kənd sakinlərinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq və arıçılıqdır. Pərvanə Mustafayeva, Vüsalə Cəlçiyeva, Bəşir Rəhimov, Zaqatala.